Necəsiz? Nə var, nə yox? Çox sağ olun, yaxşı olasınız. Təşəkkür edirəm. Ümid nə qədər vaxtı bizim kursda dərslərə qoşulur? Artıq bir il, bir ay. Bəs başlayanda hansı səviyyədə idi Ümid? Yadınıza gəlir? Başlayanda Ümid sıfırdan başlamışdı. Başlayanda elə də yaxşı değildi. Sıfırdan başlamışdı Ümid'e. Bəs bu müddət ərzində nə dəyişdi? Biz sizə nə verə bildik Günel xanım? Ümid məsələn indi normal danışa bilir, diyaloq qura bilir, oxuduğunu anlaya bilir, tərcümə edə bilir, baxdığı cizgi filmləri tərcümə edə bilir. Aha, çox gözəl. Bəs məktəbdə qiymətləri necədir? Əlavə sınaq, yarış və s. bu kimi nələrsə qatılmısınız? Nəticəsini bilək. Olimpiyadalara falan qatılmışıq. Olimpiyadalara əvvəl qatılırdı 40% yığanda, indi 90% yığır, 96% Maşallah. yığır. Super. İndi qatıldı, gümüş medal qazandı. Günel xanım, bizdə ən çox bəyəndiyiniz xüsusiyyət nədir? Kursumuzu ən çox nəyə görə bəyənirsiniz? Ən çox sizin məsuliyyətli yanaşmağınızdır. Hər şeylə özünüz maraqlanırsınız. Çox sağ olun. Biz də sağ olun. Əlavə dərslərin olması yaxşıdır. Çox Bunlar gözəl. çox yaxşıdır. Çox əlavə dərslər. Yəni çünki evdə hamıda ingilis dilində danışmağı bacarmırıq da. Yəni mən valideyn olaraq. Əlavə olmağı əlverişlidir ki, uşaq danışır da, istifadə edir dili. Bəli, bəli. Təşəkkür edirəm Günel xanım, bizə güvəndiyinizə görə, inşallah sizin etimadınızı da oxumaya görə biz hər zaman əlimizdən gələni də ən yaxşısını edəcəyik. Ümidə də uğurlar arzu edirik. Çox sağ olun, inşallah. Daha yaxşı yerlərdə inşallah görərik. İnşallah. Ümid, what's your mother doing now? My mother is sitting now. Okay. Who is she? Is she your sister? Yes, she is my sister. How many brothers and sisters have you got? I have got one sister. Okay. How old is she? She is 7.